Bismillahirrahmanirrahim ve salatu ve selamu ala Resulullah. Bəli, keçən dərsdə biz bildik ki, Quran-ı Kərimin öyrənməyin əhəmiyyəti var, onu oxumağın əhəmiyyəti var. Çünki Uca Allah əmr eləyib. Fəqra mə təyəssərə minəl Quran deyib. Qurandan sizə asan olanı oxuyun. Və sonra bildik ki, onu oxuyanda insanda tədəbbür hasil olur. Çünki Uca Allah nə deyir? Kitabun ənzəlnahu ileykə mübarəkun liyetədəbbəru əyətihi. Ayələrini tədəbbür etmək üçün sənə nazil etdiyimiz bu kitab mübarəkdir. Və sonra bildik ki, Allah Subhanahu onları o kitabı oxuyanı tərifləyib və deyib ki, o elə bir ticarət eləyir ki, o heç vaxt ziyana uğramaz. O ayədə ki, innellezine yetluna kitaballahi və aqamussalata və anfaqu mimma razaqnahum sirran və alaniyatan yarjuna ticaratan lan tabur. O kəslər ki, deyir, Allahın kitabını oxuyarlar, namaz qılarlar və bizim onlara verdiyimiz ruzidən gizlində və aşkarda xərcləyərlər, onlar heç vaxt ziyana uğramayacaq, heç vaxt tələf olmayacaq bir ticarət etmişlər. Və sonra bildik ki, Peyğəmbər s.ə.v də həvəsləndirib həmsini. Və deyib ki, İqra'ul Qur'an fə innəhu yəti yevməl qiyaməti şəfi'an ləkum, şəfi'an li əshabihi. Quran oxuyun, həqiqətən Quran qiyamət günü sizə şəfaətçi olaraq gələcək. Sonra bildik ki, hər hərfinə 10 savab var və 10 savab da artır. Necə məşhur hədisdə əliflə mim, Peyğəmbər s.ə.v deyir ki, bir hərf deyil, əlif bir hərf deyil, bir hərf deyil, mim bir hərf. Və həmçinin Quran oxuyanın mənzili barədə Peyğəmbər s.ə.v xəbər verib ki, uca bir mənzirdədir. Kim onu mahir şəkildə oxuyarsa, o mələklərlə birlikdədir. Və kim də çətinliyi çəkərsə, onun iki savab var. Və sonra bildik ki, Peyğəmbər s.ə.v sahabələrinə də deyib hətta. Məsələn, Əbu Zərə deyib ki, Aleykə bi tilavətil Quran. Sənə Quran oxumağa deyir, tövsiyə edirəm. Çünki o yer üzündə sənə üçün nur, səmada isə savabdır. Və sonra bildik ki, Quran oxuyanla həsəd sayılmır. Ona həsəd etməyi həsəddən sayılmır. Təbii ki, o həsəd məzəmmət olunan həsəd qəsd olunmur hədisdə. Hədisdə qəsd olunur ki, istəyərsən ki, sən də onun kimi olasan. Yəni, qibtə eləmək. Və sonra ümmətin ən xeyirlisi olar. Çünki Peyğəmbər s.ə.v deyib ki, xayrukum mən təalləməl Qur'anə və alləməhu. Sizin ən xeyriniz Quranı öyrənib öyrədəndir. Və sonra bildik ki, Uca Allah onların məscidlərdə yığışmasını, cəmaət halında Quran-ı Kərimi öyrənmələrini tərifləyib. Necə ki, deyir, əgər bir qövm Allahın evlərindən bir evdə yığışarsa, Allahın kitabını öyrənərsə, onlara sükunət nazil olar, onlara rəhmət bürüyər və mələklər onlara əhatə edir. Sonra həmçində tilavətin əhəmiyyətini öyrəndik ki, Quranı tilavət etmək barədə Uca Allah deyib ki, وَرَتَّلْنَاهُ تَرْتِيلًا onu tərtillə oxu. Yəni, hərflərin, sözlərin haqqını verərək oxu. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا başqa bir ayədə də Peyğəmbər s.ə.v əmr edir ki, Quranı tərtillə oxu. Və Peyğəmbər s.ə.v də Quranı ən gözəl tərtillə oxuyan idi. Və həmçinin Quranı gözəl şəkildə tərtillə oxuyanlara Peyğəmbər s.ə.v yönəldərdi ki, onlardan öyrənin. Ki, onlardan biri Abdullah bin Məsud, sonra Səlim, Huzeyfə radiyallahu anh məvlası idi, sonra Muaz ibn Cəbəl və Ubey ibn Kəb. Əsasən də bu dördünə yönəldərdi. Və onlar da, səhabələr də Quranı tərtillə oxuyardılar. Başda da 4 xəlifə olmaqla və qeyri sahabələrdə. Və həmçinin Quranı oxumaq ibadətdir. Onu yaddan çıxarmaq olmaz. Və Quranı tərtillə oxumaq insana nə verir? İnsana o şey verir ki, qeyri kitablardan, qeyri şeylərdən onu ayırırsan. O cür oxumaqla. Və tərtillə oxumaq həmçinin insana tədəbbür eləməyə kömək edir. Onun sözlərinin mənalarını başa düşməyə kömək edir. Və həmçinin tərtillə oxuyanı dinləyəndə də gözəl şəkildə sən onu qavraya bilirsən başqasından. Və həmçinin kim Quranı tərtillə oxuyarsa, bu onu dəlalət edir ki, o Quranı sevir. Yəni, səhlənkarlıqla oxumur. Və həmçinin Quran-ı Kərimi bu dünyada oxuyanın qiyamətdə olan əzəməti, yəni onun dərəcəsi, Peyğəmbər s.ə.v buyurub ki, Quran oxuyana qiyamət gün deyiləcək ki, oxu və ucal. Necə dünyada oxuyurdun? Orada hətta tərtil sözü gəlib hədisdə. وَرَتِّلْ كَمَا كُنْتَ تُرَتِّلِ فِي الدُّنْيَا Dünyada tərtil etdiyin, gözəl şəkildə oxuduğun kimi, indi də oxu və ucal. فَإِنَّ مَنْزِلَتَكَ عِنْدَ آخَرْ آيَةٍ تَقْرَأُهَا Həqiqətən sənin buradakı, yəni qiyamət günü deyiləcək ki, oxu və ucal, yəni cənnətdəki son mənzilin, son oxuyacağın ayəyə qədər. Nə qədər çox oxusan, o qədər çox ucalacaqsan. Bu da nəyə işarə edir? Bu da Quranı çox əzbərləməyə işarə edir. Nə qədər əzbərin olacaqsa, orada daha çox oxuyacaqsan.
Və sonra bildik ki, Quran-ı Kərimin ədəbi var. O ədəb də iki yerə bölünür. Qəlbi ədəblər, bir də əməli ədəblər. Qəlbi ədəblər nələr idi? Məsələn, ən birincisi ixlas idi. Çünki Peyğəmbər s.ə.v deyib ki, İqra'l Qur'anə vəbtəğu bihillah. Quran oxuyun və onu Allahdan istəyin. Allah üçün deyin o şey. Və sonra Quranı əzəmətli tutmaq idi. Əmrlərini yerinə yetirmək, qadağalarından çəkinmək kimi. Sonra qəlbin Quranı oxuyanda iştirak eləməsi idi. Və Quranı tədəbbür etmək idi qəlbin ədəblərindən. Çünki İbn Abbas radiyallahu anh deyir ki, bir kişiyə dedi ki, İqra qiraətən təsmə'uduneyk. Quranı deyir, elə oxu ki, qulağın eşitsin. Və qəlbin orada iştirak etsin. Və bu ayəni oxuyur ona ki, Kitabun ənzəlnəhu ileykum mübarək liyətədəbbər ayəti necə əvvəldə gəldi. Sonra bu tədəbbürdən təsirlənməkdir. Çünki Allah nə deyir? Allahu nəzzələ əhsənəl hədisi kitabən mütəşəbihən məsəniyə təqşəirru minhu culudul-ləzīnə yaxşavna rabbəhum thumma təlinu culuduhum və qulubuhum ilə zikrillah. Allah kitabını ən gözəl şəkildə nazil etdi. Ən gözəl danışıq olaraq, ən gözəl hədis olaraq və ayələri bir-birinə oxşayıb təkrarlanan olaraq nazil etdi. Ondan deyir, öz Rəblərindən qorxanların dəriləri ürpəşər. Sonra isə Allahı zikr etməklə qəlbləri rahatlıq tapar. Görürsən, təsirlənmək var burada. Və sonra o təsirdən sonra baş verənlərdir. Alimlər bu da qəlbin ədəblərindəndir. Əgər sən təsirlənmisənsə, sənin o Qurandan təsirlənməyin sənə aparmalıdır o Qurandakı sənə nə əmr olunursa onları eləməyə və nə qadağan olubsa onlardan çəkinməyə. Və sonra Quran-ı Kərimi xitabını dinləməkdir, daha doğrusu. Necə İbn Məsud radiyallahu anh deyir ki, o zaman ki, sən eşitdin ki, Yə eyyuhəllədinə əmənu, ey iman gətirənlər, qulağı aç deyir. Ya deyir, orada bir xeyir var, əmr olunacaqsan və də şər var, ondan çəkindiriləcəksən. Və həmçinin fəhmə mane olan şeylərdən çəkinməkdir Quranın ədəblərindən. Fəhmə nə mane olur? Təcviddə həddən artıq mübaliğə eləmək. Təcvid qaydalarında. Və yaxud da səsi düzgün formada gözəlləşdirməmək. Səsi gözəlləşdirmək yaxşıdır Quran oxuyanda, amma düzgün formada etməmək. Və necə də bilirsiniz, yeni çıxan bidətləri eləmək. Məsələn, xüsusi bir nəğmə ton notlarında Quran oxumaq. Bu doğru deyil. Və həmçində ədəblərindən odur ki, Quranı öyrənəndən sonra təkəbbürlükdən uzaq olmaq və nəfsi bu şeydən qorumaq. Çünki Allah buyurur ki, وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ مَا زَكَى مِنْكُمْ مِنْ أَحَدٍ أَبَدًا وَلَكِنَّ اللّٰهِ يُزَكِّ مَنْ يَشَاءُ. Əgər deyir, Allahın fəziləti və rəhməti sizin üzərinizdə olmasaydı, Allah sizlərdən heç bir kəsi deyir, təmizə çıxartmazdı. Lakin deyir, Allah istədiyini təmizə çıxardır. Və görürsən, bəzi insanlar Quran öyrənəndə artıq halları dəyişir. Və elə bilirlər ki, nəsə əzbərləyiblər, artıq bunlar və müəyyən şeylər eləyə bilərlər. Və hətta bəzi insanlar, alimlər qeyd edir ki, bir təzə surə öyrənən kimi, əgər imam onu oxuyursa, başlayır onu təkrarlamağa deyir. Halbuki o yerdə o imama qulaq asmalıdır. Çünki Allah nə deyir? وَإِذَا قُرِيَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ أَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Quran oxunduğu zaman onu dinləyin. Burada iki dənə əmr var. فَاسْتَمِعُوا لَهُ. Onu dinləyin. وَأَنصِتُوا. Ansitu da dinləməkdir. Sadəcə olaraq dinləmək, alimlər deyir ki, sadəcə mücərrəd olaraq fikri ora verirsən. Amma ansitu isə ondan daha da mübaliğə mənasında, ya daha geniş mənadadır. Bütün hər bir şeyi tərk edirsən. Bütün diqqəti ora verirsən ki, orada olanları başa düşəsən. Çünki imamın oxuyacağı Quran sənin tədəbbürün üçündür. Sənin onu təkrarlamağın üçün deyil ki, sən də onu bilirsən. Və Quran həmçinin əməl olunmaq üçün nazil olur. Necə ki, Fudeyl ibn İyad radiyallahu anh buyurur ki, rahiməhullah daha doğrusu buyurur ki, İnnəmə nəzələl Qur'anu liyu'mələ bih. Quran onunla əməl olunmaq üçün nazil olub. Və ondan soruşdular ki, necə əməl olunmaq üçün? O da deyir ki, halallarını halal bilməklə, haramlarını haram bilməklə, əmirlərini yerinə yetirib qadağalarından çəkinməklə. Bu qəlbi ədəblər idi Quranın. Bizim keçən dərsdə keçdiklərimiz idi. İkinci ədəb də dedik nədir? Əməli ədəblər. Əməli ədəblər isə
alimlər bir neçə şey buyurublar. Biz onların üçünü, dördünü götürək inşallah. Onların ən birincisi təmizlənməkdir. Quranı oxunmamışdan qabaq təmizlənməkdir. İmam Suyuti buyurur ki, Quran oxuyarkən dəstəmaz almaq müstəhəbdir. Çünki o ən əfsəl zikirdir. Burada Quran oxuyarkən qəsd etdiyi İmam Suyutinin Musafdan yox, sadəcə özün özlüyündə, yəni əzbərli oxumaq istəyirsən, onda dəstəmaz, yəni kitabdan yox. Çünki kitabdan oxumağı indi qarşıda gələcək. Və sonra burada təmizlənmədə 3 məsələ var. Birinci məsələ odur ki, cənabət qusulunu mütləq almaq. Yəni boynunda cənabət qusulu olmaması. Əli radiyallahu anh buyurur ki, o dəstəmaz alır. Sonra deyir ki, mən Allah Rasulü sallallahu aleyhi ve səlləmin belə dəstəmaz aldığını gördüm. Sonra Qurandan bəzi ayələr oxuyur, yəni əzbərindən. Sonra deyir ki, bu cünub olmayana aiddir. Amma cünub olan isə bir ayə belə oxumamalıdır. Yəni insan cünubluyken Quran oxumamalıdır, hətta əzbərindən. Burada söhbət gedir cənabət qusulundan. Çünki qadınların aylıqlarından, qüsulsuz olmaqlarından danışmır. Hələ ümumi cənabət qusulundan gedir. İnsan ehtilam olmasından və yaxud da öz qadının yanından gəlməsindən. Qüslu pozularsa, o əzbərindən Quran oxumamalıdır. Və həmçinin Əli radiyallahu anhdan yenə rəvayət olur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm cünubdan başqa heç bir hallarda Quranı gecikdirməzdi. Yəni Qurandan nə varsa bizə oxuyardı, bir dənə cünublu ikən oxumazdı. Və həmçinin rəvayət olub ki, Peyğəmbər sallallahu aleyhi ve səlləm bizə Quran oxudu, bütün hallarında yalnız cünublu ikən oxumadı. Yəni cünublu olarkən Quran oxumaq icazəli deyil. İkinci məsələ isə qadının heyz və nifas olarkən Quran oxumasıdır. Alimlərin doğru görüşünə görə bu halda Quran oxuması qadının icazəlidir. Yenə deyir ya, əzbərindən oxuması, kitabdan, musafdan yox. Necə Şeyxülislam İbn Teymiyyə deyir ki, çünki bu barədə açıq aydın bir dəlil gəlməyib ki, Quran oxumasın. Və məlum olan da odur ki, Peyğəmbər s.ə.v dövründə də qadınlar heyz və nifas olurdular. Və heç birinə Peyğəmbər s.ə.v Quranı əzbərdən oxumalarını qadağan eləməmişdi. Üçüncü məsələ isə Quranı musafdan oxuyarkən təmiz olmaqdır. Cünublu olmaq vacibdir, qüsl almaq vacibdir. Dəstəmaz isə alimlər ixtilaf ediblər. Və alimlərdən vacib görənlər deyiblər ki, dəstəmaz almaq vacib görənlər bu ayəni dəlil gətiriblər ki, Lə yəməssuhu illəl mutahharun. Yalnız təmiz olanlar ona toxunarlar. Və ona görə də dəstəmazı vacib görürlər. Ümumən dəstəmaz almaq 3 yerdə vacib görülür. Bir namaz üçün, bir Kəbəni tavaf edəndə, fərqi yoxdur hansı tavaf olur olsun. İstəyir ümrə tavaf olsun, istəyir ifadə tavaf olsun, həcdə. Fərqi yoxdur. Hər hansısa bir tavaf eləmək istənsə, dəstəmaz almazdır. Və üçüncü də Quran oxuyarkən. Namaz qılmağızdan öncə dəstəmaz almaqda ixtilaf yoxdur. Bütün alimlər icma ediblər ki, dəstəmazsız namaz batildir. İxtilaf ediblər tavaf eləməklə Quranda. Tavaf etməkdə demək olar ki, cümhur alimlər deyir ki, dəstəmaz almazsın. Bu Quranda olan ixtilafın da gəlib birləşəcəyi bir yer əsas odur ki, hətta dəstəmaz almaq vacib deyildi deyənlər belə deyir ki, alsan yaxşıdır. Çünki ibadət deyil. Bu da ən əfsəl zikirdir. Bir zikri də dəstəmazda eləmək daha yaxşıdır. Və başqa hədisləri cəm eləyəndə ki, mömin dəstəmazını daima qoruyar. Və Quran oxuyanda dəstəmaz almağın daha yaxşıdır. Bu ədəblərdən birincisi idi. Əməl ədəblərdir. İkincisi isə ümumi təmizlikdir. Bu da nədir? Bədənin, paltarın və Quran oxuyacağın yeri. Necə ki, namazda təmizləyirsə, Quran oxuyanda bu yerləri təmiz saxlamalısın. Necə İmam Suyuti buyurur ki, Quranı təmiz yerdə oxumaq müstəhəbdir. Və onun da ən əfsəli, o təmiz yerin ən əfsəli məsciddir. Üçüncüsü isə ətirlənmək və gözəl geyinməkdir. Bu da tabinlərdən gəlib, Əbu Ali rahiməhullah buyurur ki, böyük tabinlərdən olub, əgər deyir, o Quran oxuyarsa, ondan rəvayət olunur ki, yəni o belə eləyərdi. O Quran oxuduqda əyninə başqa bir paltar giyinərdi və qibləyə yönələrdi. Həmçində Quran oxumaq üçün hazırlaşardı o. Və dördüncü məsələ isə qibləyə yönəlməkdir. Necə ki, Əbu Aliyənin əsərində də gəldi. Və həmçində Peyğəmbər s.ə.v-də də hədis var bu barədə.
ümumi hədisdir. Xas Quran oxumağa deyil, ümumi hədisdir. Çünki Peyğəmbər s.ə.v buyurur ki, hər bir şeyin seyyidi var. Oturulan, yəni məclislərin seyyidi də, yəni cəhətlərin seyyidi də qiblədir. Belə bir hədis gəlib Peyğəmbər s.ə.v-dən və bəzi tabinlərdən də bu əməllər görsəndiyinə görə, ona görə də müstəhəbdir ki, Quran oxuyanda qibləyə oturasın, üzü qibləyə oturasın. Fərqi yoxdur, istəyir oturduğun yerdə, istəyir gedərkən Quran oxuyursan, istəyir ayaq üstə, fərqi yoxdur. Qibləyə yönəlməyin müstəhəbdir. 5-ci və sonuncu bu günün misvaklanmaqdır. Misvaklanmaq da necə bilirsiniz, onun əzəmətli savabı var və Peyğəmbər s.ə.v buyurur ki, İnnəl abdə idə təzəvvəkə thumma qamı yusalli qaməl məliku xalfə. Əgər deyir, bir qul misvaklanarsa və namaz qılarsa, qalxıb namaz qılarsa, bir mələk dayanar o arxasında və onun qiraətinə qulaq asar və hətta deyir, gələr deyir, dodaqlarını onun dodaqlarına qoyar. Ondan oxunan nə olarsa, yəni həmin insan nə oxuyarsa, mələyin sinəsinə gedər. Və ona görə də Peyğəmbər s.ə.v buyurur ki, fətəhhiru əfvəhəkum lil-Qur'an. Ona görə də ağızlarınızı Quran üçün təmizləyin. Və başqa bir hədisdə Peyğəmbər s.ə.v buyurub ki, sizin ağızlarınız Quran üçün yoldur və misvak ilə onu təmizləyin. Və başqa bir hədisdə də Peyğəmbər s.ə.v buyurur ki, misvak ağız üçün təmizlik və Rəbbi razı salmaqdır. Ağzın təmizliyi və Rəbbin razılığıdır. Bu əməllə ediləcək olan ədəblər idi Quranla, bəziləri. İnşallah gələn dərsdə də davam edəcək və qısaca istədim bir-iki şey də xatırladım. İmam Əcurrinin belə bir kitabı var, Əxlaqu Həmlətül Quran, Quran daşıyanın əxlaqı. Burada qısa bir İmam Əcurri fayda gətirir ki, insan Quran oxuyanda halı necə olmalıdır. Və İmam Əcurri buyurur ki, əgər insan Quran öyrənirsə, onu fəhmi ilə, ağlı ilə öyrənməlidir. Və onun himməsi olmalıdır ki, oradakı əmrləri yerinə yetirsin, qadağalardan çəkinsin. Onun himməsi surəni tezbazar bitirmək olmalı deyil. Və özünə bu sualları verməlidir. Nə vaxt deyir, özümə Allaha ehtiyacda olduğumu hiss edəcəm və Allahdan qeyrilərini tərk edəcəm. Nə vaxt deyir, Allahdan həqiqi qorxanlardan olacam. Nə vaxt deyir, muhsinlərdən olacam. Nə vaxt deyir, Allaha təvəkkül edənlərdən olacam. Quranı oxuyarkən deyir, bunları düşünməlidir. Nə vaxt deyir, Allahdan elm ilə qorxanlardan olacam. Nə vaxt səbr edənlərdən, nə vaxt sadiqlərdən olacam. Nə vaxt deyir, Allaha tərəf yönələnlərdən olacam. Nə vaxt deyir, dünyada zühd edəcəm, yəni dünyanı tərk edəcəm və axirətə rəğbətlənəcəm. Nə vaxt günahlarımdan tövbə edəcəm. Və deyir, nə vaxt mənə gələn bu ardı kəsilməyən neymətlərin qədrini biləcəm və şükür edəcəm. Nə vaxt deyir, Allahın əzəmətini başa düşəcəm. Mənə olan xitabı anlayacam Allahdan gələn. Nə vaxt deyir, oxuduğumu fəhm edəcəm. Nə vaxt deyir, nəfsimə qalib gələcəm və Allah üçün nəfsimlə cihad edəcəm. Haqq cihad edəcəm. Nə vaxt dilimi, gözlərimi və övrətimi qoruyacam. Nə vaxt deyir, Allahdan haqq həyası ilə utanacam. Nə vaxt deyir, gözlərimi yumacam harama qarşı. Nə vaxt deyir, özümü fəsada uğrayan işlərimdən təmizləyəcəm. Nə vaxt nəfsimi hesaba çəkəcəm. Və nə vaxt qiyamət günü üçün hazırlaşacam. Və beləcə şeyx bu cür suallar verə-verə gedir. Bu sualları biz hər birimiz Quran oxuyarkən ən azından burada üçü belə yadımızda qalsa onları verməliyik. Çünki Quran-ı Kərim Peyğəmbər sallallahu aleyhi ve sellemin əxlaqı idi. Biz də o əxlaqla əxlaqlanmalıyıq. Əxlaq gözəl sözləri ard-arda düzüb insanların razılığını qazanmaq deyil. Əxlaq Allahın və Rasulunun istədiyi kimi əxlaqlanmaqdır. Allahdan istəyirəm ki, hər birimizə Peyğəmbər sallallahu aleyhi ve sellemin istədiyi kimi bizə əxlaqlanmağı nəsib eləsin və Quranı haqqı ilə başa düşüb, haqqı ilə əməl edənlərdən eləsin. Subhanəkəllahumma bihamdik, əşhədu en la ilahe illə ente, estağfiruke və etûbü ileyk.